Deməli, avtomobil almaq istəyirsiniz, sürətlər qutusunu necə özünüz yoxlayıb stüdiyaya aparacaqsınız, onu göstərəcəm sizə. Belə bir yoxuşda dayanın. Neytrala qoyuram. Əl tormozunu, yəni rusnoyu çəkirəm. İndi neytralda istər-istəməz geri-geri getməlidir, düzdürmü? Yəni yoxuş dikliyindən geri-geri getməlidir. Baxın, geri-geri gedir. Düzdür? İndi D-yə atıram. Attım D-yə. Və baxın. Görürsünüz? Baxın. Avtomobil qalxır yuxarı. Yəni geri-geri getmir D rejimində. Əgər D rejimində avtomobil dayanırsa və geri-geri gedirsə, deməli sürətlər qutusunda problem var. Yəni bunun bir neçə səbəbi ola bilər. Yağ azlığı ola bilər və yaxud da detalların yeyilməsi ola bilər. Siz də yoxlayanda bax bu cür vəziyyətdə olan yoxuşda, yəni podyumda yoxlayın avtomobili. Sürət qutusunda gecikmə varmı? Onu mən sizə göstərəcəm. Düz bir yolda, baxın, yavaş-yavaş sürəti artıram. 1 keçdi, 2 keçdi. 3 keçdi. İndi sürəti azaldıram tam. Sürəti azaldıram, birdən-birə qəfil qaza basıram. Fikir versəniz, iki rejimdə yoxladım. Həm sakit rejimdə, həm də aqressiv rejimdə yoxladım avtomobili. Və fikir versəniz, sürətlər qutusu, pillələri aqressiv rejimdə daha gec keçirtdi. Sakit rejimdə daha tez keçirtdi. Sürətlər qutusunun pillələri gec keçirdib, tez keçirtməyi təkcə aqressiv sürməkdən asılı deyil. Burada yol şəraiti də əsas rol oynayır. Məsələn, enişli, yoxuşlu yollar, düz yollar, hava şəraiti də əsas rol oynayır. Yəni külək daha çoxdursa da istər-istəməz avtomobili geri çəkir, sağa çəkir, sola çəkir. Yəni bu da əsas rol oynayır. Sürətlər qutusu demək olar ki, hamısında beyin olur. Amma bu beyin öz başına qərar vermir. Yəni sadə dildə izah eləməyə çalışıram ki, rahat başa düşə biləsiniz. Sürətlər qutusunun beyni müxtəlif sensorlardan, beyinlərdən, müxtəlif hissələrdən, avtomobilin müxtəlif hissələrindən məlumat toplayır. Məlumat topladıqdan sonra qərar verir ki, hə, bu vəziyyətdə ötürmələri qaldıra bilərəm, yoxsa yox. Hətta bəzi modellərdə eniş-yoxuş sensorları olur. Enişdə və yoxuşda o sensorlar sürətlər qutusuna məlumat ötürür ki, da söhbət sadə sürətlər qutusundan gedir. Hidrotransformatorlu sürətlər qutusundan gedir. Yəni türk dilində də tork konverterli şanzıman deyirlər. Bu sürətlər qutusundan gedir. Yəni hər cür sözlərlə ifadə elədim ki, araşdıranda rahat araşdıra biləsiniz. Bir məqamı deyim sizə ki, deyirlər ki, 2500 dövrdə sürətlər qutusu pillələri dəyişmirsə, deməli burada sürətlər qutusundan nasazlıq var. Özünüz gördünüz, iki sürüş rejimində fərqli dəyişmələr oldu. Sürətlər qutusu 2500 dövrdə pilləni keçirdirsə, deməli yaxşıdır. 2500 dövrdən yuxarıda keçirdirsə, deməli pisdir. Bu düzgün bir məlumat deyil. Bir də bir məqamı deyim. Sürətlər qutusunda təpik atma. İndi düzdür, təcrübəsi olmayan adamlar bilməyəcək onu, amma bir misal çəkəcəm, oradan artıq tuta bilərsiniz ki, yəni avtomobil yoxlayanda, özünüzə avtomobil alanda və yaxud da öz avtomobilinizdə. Avtomobili idarə edirsiniz, birdən görürsünüz ki, təsəvvürünüzə gətirin, bir oturacaqda oturmuşsunuz və arxadan bir nəfər gəlib təpik vurur oturacağa. Nə cür hiss keçirirsiniz? Məsələn, elə bir oturacaq altınızdan qaçmış kimi hiss olunur. Sürətlər qutusunda təpik vurma bu hissiyatı verir. Yəni birdən-birə elə bil avtomobil
altınızdan qaçır. Yəni bu cür hissiyatı verir.